Əziz ChatGPT, sənə sualım var. Əlbəttə. Sualın varsa buyur, mən buradayam. Qısa və dəqiq cavab verməyə hazıram. Məkkə tikintisinə indiyə kimi nə qədər pul xərclanılıb dollarla? Məkkə ziyarət infrastrukturasına sərf olunan xərclər təxminən 22 milyard ABŞ dolları təşkil edir. Lakin ümumi ziyarət infrastrukturu planlarına görə Səudiyyə Ərəbistanı hökuməti 200 milyard Saudi riyalı, yəni təxminən 53 milyard dollar vəsait xərcləyib. Bəs Səudiyyə Ərəbistan Məkkə ziyarətindən ildə nə qədər pul qazanır? Səudiyyə Ərəbistanı Məkkə ziyarətlərindən, yəni həc və ümrədən hər il təxminən 10 ilə 20 milyard ABŞ dolları gəlir əldə edir. Bu əsasən turizm, otel, nəqliyyat və digər xidmətlərdən gələn gəlirdir. Son sualım, xahiş edirəm mənə cavab ver. Əlbəttə. Buyur, son sualını ver, cavablandırmağa hazıram. Bu pulları Məkkə sahibləri hara xərclayır hər il qazanılan o qədər məbləği? Bu gəlirlər əsasən Səudiyyə Ərəbistanı hökumətinə və oradakı biznes sahiblərinə yönəlir. Həc və ümrə ziyarətlərindən gələn pul otellər, nəqliyyat, ticarət, xidmətlər və dövlət infrastrukturu üçün istifadə olunur. Yəni bu gəlir hökumətin də biznes sektorunun inkişafına sərf olunur. Əsas hansı dualar edilir Məkkədə? Məsəl üçün kasıblara yardım olunsun, Allah kasıblara yardım etsin deyə dualardan. Bəli, Məkkədə ümumilikdə çox geniş dua praktikası var. Xüsusilə kasıblar üçün, ehtiyacı olanlar üçün və ümumilikdə bəşəriyyətdə ədalət, mərhəmət və ruzi üçün dualar edilir. Məsələn, ya Allah, ehtiyacı olanları qoru, kasıblara yardım et kimi ümumi xeyir dualar çox istifadə olunur. 53 milyard xərcladıq ki, yer düzəldək, insanlar gəlsin, Allaha dua eləsin ki, kasıblara yardım olsun. Hər ildə 10 milyard, 20 milyard da pul qazanırıq ki, öz ölkəmizi düzəldək. Səudiyyə Ərəbistandan gedir söhbət. Bəlkə deyirəm, aradakı aracıları yığışdırsaq, daha çox kömək eləmiş olmarıq. Yoxsa mütləqdir ki, hər il 10 milyard, 20 milyard aracıya verək ki, sən daha da güclən, daha da gözəlləş. Amma ortada heç bir kasıba da kömək olunmur. Duaları da eşidən varmı, yoxmu, dəqiq deyil. Çünki gündən günə daha da kasıb çoxalır, gündən günə daha da vəziyyət pisləşir. Heç bunu fikirləşmisiniz?